Cənab Prezident, burada müraciətim sizə odur ki, mən dəfələrcəsinə Şərur rayon icra başçısına, Kamal müəllimə müraciət eləmişəm. Məni yəni insan yerinə qoymur. Bir hələ veteranlığım, qaziliyim qalsın qıraqda. Mənə dəstək olunmur. Heç bir dəstək, heç bir köməklik olunmur ki, uşağımı dolandıram. Şərur rayon məşğul idarəsi hərdən bir yalan, bəhanələr uyduraraq məni aldadırlar ki, işlə səni təmin edəcəyik, neyəcəyik, yalan məlumatlarla 2 ildir məni süründürürlər. Nə mənə, nə mənim yoldaşıma işlə təmin eləmirlər. Sosial yardım verilmir mənə. Poçtun müdürü şoförünün oğluna iş var idi, orada mühafizə sertifikatı. Məndə mühafizə diplomum var, həm də sertifikatım var. Mühafizə işçisi lazım idi. Poçtun müdürü öz şoförünün oğluna işi təmin edir, verir. İdarə təşkilatları özləri işçi götürür, 2500 manata, 3000 manata gəlir. Cənab Prezident, mənə sən 7 dənə medal vermirsən. Bu medalları mənim medallarıma görə məni saymırlar, mənə hörmət eləmirlər. Mən bu medalı məcburam ki, gedəm satam. Birini 20 manatdan, 10 manatdan uşağıma çörək alam. Ki 18 yaşına qədər uşağımı dolandıram, böyüdəm, çatdıram, sonra verəm dövlətə, apara öldürə, dəmniyə eləyə, onun Allah bilir nə olar. Mən o canımı qoydum. Vatan üçün mən canımı qoymuşam. Bu dövlət üçün mən canımı qoymuşam. Amma bugünkü gündə Sosial Müdafiə Nazirliyi hərdən bir yalanlarla, hərdən bir bəhanələrlə əliliyimi təsdiq eləmirlər, işlə təmin eləmirlər, çörək vermirlər, mənə bir iş verin. Mən uşağımı, 2 dənə uşağımı 18 yaşına qədər böyüdüm ki, sonra 18 yaş tamamında verim sizə. İstəmirəm, 18 yaşından sonra istəmirəm. Verim bu dövlətə. Mən neyim Cənab Prezident? Nə qarım? Kimə müraciət edeyim? Bu Naxçıvanda öz başdançılıq baş alıb gedir. İdarə təşkilatları heç biri saymır. Əlillərin bərpa olan mərkəzi saymır. Sosial Müdafiə Naziri heç kimi saymır. İşlə təmin eləmir. Məşğulluq bir dənə olsun mənə bir çöp verməyib. Ki onunla bir məşğul olan uşağıma çörək qazanam. Sağ olun. Yaşad fondu yaratmışsınız. Yaşad fondu hələ məndən maraqlanmır. Belə bir insan vardı, yoxdur. Mən canımı qoymuşam, Cənab Prezident. Mən dərmanlarla yaşayıram. Bu dərmanlarla yaşayıram mən. Bakı təsdiqləyənliyimi bura təsdiqləmir. Çağırırlar əyəni kəmsi. Əyəni kəmsidə bir dənə göz həkimini qoyublar ki, get orada psixiatrik xəstəsinə diaqnoz qoy. Sizdən xahiş edirəm, mənim bu videolarımı baxın, mənə bir dəstək olasınız, bir köməklik göstərəsiniz. Naxçıvana bir qurum göndərin ki, bu olan bu saxtakarlıqlar, rüşvət yığışılsın. Dəfələrcə müraciət edirəm Kamal müəllimə, Kamal müəllim saymır, onun müavinləri saymır. Şəhər rayon sosial idarəsinə müraciət edirəm, məşğulluğuna müraciət edirəm, saymır. İdarə təşkilatlarına gedirəm, heç biri iş vermirlər, saymırlar. Naxçıvan Sosial Müdafiə Naziri saymır. Əlillərin bərpa olan mərkəzi o insan yerinə heç saymır. Mən bu ölkə üçün canımı qoymuşam, Cənab Prezident. Bu ölkə üçün mən canımı qoymuşam. Yenə də qoyaram bu ölkə üçün. İndi 2 oğlum var da mənim. Atayam mən. Uşağım evimin ağzına ölməlidir mənim. Mən neyim? Ölkədən qaçım gedim mən. Öz ölkəmdə mən yaşaya bilmirəm. Can qoymuşam bu torpaqlar üçün. Onlar evində gizləndə mən canımı qoymuşam. Amma bu gündə məni sındırırlar. Döyüşçünü məhv edirlər bunlar. Mənim 2 uşağım var, 2 oğlum var. 18 yaşına qədər mən məcburam onlara baxam ki, 18 yaşında bitər başlarını girələyəcəklər. O da ki, sağ qalsalar. Xahiş edirəm mən bu videomu bütün hər kəs paylaşsın. Bütün Azərbaycan xalqı paylaşsın. Mən məcburam ki, bu belə 7 dənə medalımı apara birini 20 manatdan, 10 manatdan satam uşağıma çörək alam. Allaha and olsun bir kez çörəyim evimdə yoxdur. Mənim dükanlara 2 manat borcum var. Neçə vermirlər mənə? Amma onlar oturur evdə uşağı yeyir, içir, gəzir. Nəyə ki, kim uşağı öldü acıdan kim eləmədi. Xahiş edirəm mənə əliliyim barədə, işim barədə mənə bir köməklik eləyəsiniz. Sağ olun.